Çok ümid idi bu ilin yaz ve yay hücumlarına. Yüz minlərlə Rusiyalı gənci məhv etdilər. Amma heç bir ciddi uğur qazana bilməyiblər. İndi də son ümidləri payız aylarında olacaq. 1-2 aylıqda hələ qırmalı adamları var öz aləmlərində. Onları da deməli həmin bu ətdən çəpər deyir, necə deyim mən, bu insanları göndərirlər labid ölümə, həmin əməliyyatlara göndərəcəklər. Amma belə görünür ki, Ukrayna müdafiə xəttini saxlaya biləcək və özü uzaq mənzilli dəqiq zərbələrlə Rusiyanı sarsıdır. Baxın, bir rəqəm deyim sizə. Yalnız 2025-ci ilin avqust və sentyabr aylarında Ukrayna 23 neft ayırma zavodunu vurur. Bütün 2024-cü ildə isə cəmisi 12 ayda 27 zavodu vura bilmişdi. Bəziləri onların təkrarıdır, bu demək deyil ki, hamısı fərqlidir. Deməli, bütün il ərzində ötən il 27 zavod, bu ilin yalnız 2 ayında 23 zavod. Və indi ona görə də Rusiyada bax o benzin növbələri oradan yaranır. Və indi Ukrayna işini biraz da təkmilləşdirib, vurduğu zavodları təkrar vuraraq onların bərpasına imkan verir. Ona görə də neft ayırma potensiyalı, neft emalı potensiyalı Rusiyanın ciddi şəkildə azalıb. Demək olar ki, Moskva da daxil hər yerdə artıq benzin üçün növbələr yaranmağa başlayıb. Digər bir məsələ. Deməli, Ukrayna artıq uzaq məsafəli dəqiq silahlardan istifadə edir və xüsusilə də deməli Krım yarımadasında demək olar ki, hava hücumundan müdafiə sistemlərini çox sürətlə sıradan çıxardır. Orada aerodromlarda olan vertolyotları, helikopterləri, təyyarələri sıradan çıxardır. Dəniz dronları o Qara Dəniz donanmasının qalıqlarını qovub, hətta Novorossiysk limanında da vurur. Ukrayna ciddi uğurlar qazanır, amma hələ böyük uğurlar qabaqdadır. Ukrayna hələ də ciddi şəkildə bir-iki dənə test üçün istifadə ediblər, amma Flamingo uzaq mənzilli raketlərindən demək olar ki, istifadə eləmirlər. Onun deposunu yaradırlar ki, onu kütləvi şəkildə istifadə edə bilsinlər. Neptun raketlərindən də hələlik ciddi istifadə eləmirlər. Və indi artıq ABŞ sizin dediyiniz kimi Tomahawk raketlərini verməyi müzakirə edir. Açığı mən əmin deyiləm ki, Tomahawk raketləri veriləcək. Verilə də bilər, verilməyə də bilər. Çünki bu ola bilər ki, Trump çox narazı qalıb Putindən və bu onu danışıqlar masasına gətirmək üçün bu müzakirələr açıla bilər ki, Rusiya ehtiyatlansın və masaya otursun. Çünki J.D. Vance, vitse-prezident açıq elan elədi ki, Rusiya artıq danışıqlardan imtina edir. Ona görə də Rusiyanı danışıqlar masasına oturdurmaqdan ötürü də bu müzakirələr başlaya bilər. Amma Tomahawk'ın gəlməsi tamam dəyişir vəziyyəti. Bu 2500 kilometr məsafədə hədəfləri dəqiq vuran silahdır. Amerikanın son 30 ildə həyata keçirdiyi bütün hərbi kampaniyaların kilit silahı Tomahawk raketləri olur. Ona görə də bu Rusiya çox çaşqınlıq içindədir, bunun verilməsi. Amma bir daha vurgulayıram, hətta o verilməsə belə artıq bu payız Ukraynanın çoxlu sayda minlərlə uzaq mənzilli silahları olacaq. Həm özünün istehsal elədiyi PUA-lar, həm özünün istehsal elədiyi raketlər, həm də ABŞ-dan artıq aldığı 3350 ədəd hava yer tipli raketlər. Həmin o raketlərin məsafəsi də 450 kilometrdir. Onlar da hələ istifadə olunmuyor. Və nəhayət, bu payız, rəsmən bunu Ukrayna Müdafiə Nazirliyi elan elədi. İsveçdən Gripen təyyarələrini alacaqlar, döyüş təyyarələrini və bu payız əlavə F-16'lar və deməli fransız təyyarələri, mirajlar gələcək. Onlar da hansı ki modifikasiyadan keçiriblər, müasirləşdiriliblər. Ona görə də Ukraynanın uzaq mənzilli atəş gücü artacaq. Bax, bu günlərdə bir nümunə göstərdilər. Demək, Belgorod böyük bir vilayəti bir neçə günlüyə işıqdan məhrum elədilər. Oradakı elektrik enerjisini vurub dağıtdılar. Demək, indiyə qədər həmişə Rusiya bunu Ukraynanın başına gətirərdi. Yadınızdadır da. İndi amma Ukrayna açıq deyir ki, əgər Rusiya dayanmasa, qarşıdan ağır qış gəlir, Rusiyada qış daha da sərt keçir. O zaman onların elektrik resursları, infrastrukturları, istilik infrastrukturları, qaz infrastrukturları və neftayırma zavodları hədəfimiz olacaq. Yəni Rusiya üçün ağır günlər gəlir. Mən keçən dəfə danışmışdım, vergiləri yenə artırdılar. Bütün müharibənin xərcini əhalinin üzərinə yükləyirlər. İndi də hərbi baxımdan uduzurlar.
Baxın, keçən dəfə mən demişdim sizə, əziz həmvətənlər, yadınızda qalıbsa ki, bu Polşaya PUA uçurmaq, Estoniyanın hava məkanını pozmaq Rusiya heç nə qazandırmayacaq. Bu ağıldan bəladır. Yadınızdadır, mən demişdim. İndi deməli Avropa Birliyi toplanıb. Artıq elə ilkin mərhələdə 6 milyard ayırıblar. Ancaq deməli Avropa Birliyinin Rusiyadan sərhəddində PUA səddi yaratmağa. 2 milyard ayrıca verirlər Ukraynanın PUA'larının inkişafına. Və Ukraynanın bu PUA sistemləri, dron sistemləri o belə inkişaf edib ki, təsəvvür edin ki, Ukrayna Amerika Birləşmiş Ştatlarına milyardlarla dollarlıq dron satmağa hazırlaşır. PUA'lar satacaq. Amerika Birləşmiş Ştatlarına. Təsəvvür edirsiniz. Deməli özünün bütün savaşın yetəcəyi qədər hər cür müasir PUA'ları var. İndi demək ABŞ-a milyardlarla dollarlıq müasir PUA'lar satacaq. Bu qədər Ukraynanın bu demək pilotsuz uçuş aparatları inkişaf edib. Eləcə də Avropa İttifaqı ilə birlikdə istehsal sahələri qurulur. Bir daha vurgulayıram. 2 milyard yenidən ayrıldı Ukraynanın PUA'larının inkişafına. Və bu arada von der Leyen, Avropa Komissiyasının rəhbəri tamamilə Ukrayna savaşının taleyini həll edəcək bir təşəbbüslə çıxış edib. Təşəbbüs ondan ibarətdir ki, Rusiyanın ki Avropa banklarında 200 milyard dollardan artıq pulu var, əmanətləri Rusiya Mərkəzi Bankının. Onu uzun müddətli müzakirə edirlər və onun faizlərini artıq Ukraynaya verirlər. O faizlərin hesabına 50 milyard Ukraynaya deməli kredit ayrılması ilə bağlı qərar olub bir neçə il bundan qabaq. Amma müzakirə olunurdu ki, bəlkə biz ümumiyyətlə bu pulu verək Ukraynaya. Çünki onsuz da Ukraynanın bərpasının xərcini reparasiya olaraq Rusiya çəkməlidir. Amma eyni zamanda banklar da etiraz edirdilər ki, axı pulun çoxsu bu avtoritar rejimlərdədir. Onlar görsələr ki, biz hansı səbəbindən asılı olmayaraq, hansısa ölkənin pulunu milliləşdiririk, konfiskovat edib, yəni milliləşdirib, müsadirə edib, əlindən alırıq. Başqaları bizim banklardakı pulu geri çəkər. Onlar başqa avtoritar rejimlər bir-birinin banklarında yerləşdirərlər. Görürsünüz, o da ağlabatandır. İndi nə variant tapıblar? Von der Leyen təklif edir ki, biz kredit veririk Ukraynaya. Nə qədər? 140 milyard avro. Onun təminatı olur Rusiyanın Belçikada və Avropa banklarındakı pulları. Və məcbur edirik. Rusiya nə zaman müharibə xərclərini ödəyərsə, o zaman o pulun hesabına biz kreditimizi alarıq və Rusiyanın da pulunu qaytararıq. O vaxta qədər ki, Rusiya həmin o reparasiya xərclərini, müharibənin vurduğu zərərin xərcini Ukraynaya ödəməyəcək, biz o pulu saxlayacağıq və onun müqabilində pulu dəyişdiriş edirlər də, yəni başa düşdüyünüz. Öz pulumuzu verəcəyik 140 milyard Ukraynaya, bilirsiniz 140 milyard nə qədər pul deməkdir? Ukraynanın bir ilə xarici yardıma ehtiyacı 60 milyard dollardır. Yəni müharibə xərci 120 milyard dollardır, onun yarısını Ukrayna özü ödəyir. Bütün dünyadan istədiyi ilə 60 milyard dollardır. Amma burada 140 milyard avro, o da hardasa bir 160 milyard dollar deməkdir. Azı hardasa 3 ilə yaxın hərbi xərc deməkdir bu. Ukraynanın müharibə xərci deməkdir. Və bunu əgər Avropa Birliyi versə, ümumiyyətlə orada vəziyyət köklü şəkildə dəyişir. Tamaqaf da məsələni köklü şəkildə dəyişə bilər. Ona görə də Rusiyanın, biz əvvəldən deyirdik, daha çətin zamanları qabaqdadır. Həmin bu neft ayırma zavodlarına atəş davam eləyəcək. Hərbi zavodlara atəş davam eləyəcək. Enerji infrastrukturuna Ukraynanın zərbələri davam eləyəcək. Və artıq mən izləyirəm, Rusiyalı ekspertlər müzakirə edirlər ki, Rusiya növbəti səfərbərliyə getməyə məcbur olacaq. Çünki bu pulla müqavilə əsasında topladıqları ordu artıq tükənir. Bax, 1-2 aylıq artıq onların insan resursu qalıb. İndi maksimum səy göstərirlər ki, oktyabr, noyabr aylarında da o dərin qış gələnə qədər hansısa ciddi bir uğur qazana bilsinlər ki, onlara təsəlli olsun. Yəni Pokrovsk kimi, Kupyansk kimi ciddi şəhərlərdən birini işğal edə bilsinlər. Böyük ehtimalla mümkün olmayacaq və o zaman Ukraynanın əks hücumu gündəmə gələcək və onun qarşısını almaqdan ötürü artıq Rusiyalılar 500 min nəfərin yenidən səfərbər olmağından danışırlar. Amma eyni zamanda onu da müzakirə edirlər ki, Rus xalqı buna dözərmi? Partlamaz ki, artıq ciddi şəkildə
ciddi şəkildə. Bax, günü bugün Rusiyanın dövlət televiziyasında bilirsiniz nəyi müzakirə edirdilər? Müzakirə edirdilər ki, 1917-ci ildə Çarın devrilməsi də o zaman müharibədəki uğursuzluqlarla və insanların müharibədən yorulması ilə baş vermişdi. Təsəvvür ediniz, Rusiyanın dövlət televiziyasında bax, bugünkü müzakirəsinin predmeti bu idi. 1917-ci ildə o zaman da Rusiya Birinci Dünya müharibəsində iştirak edirdi və yenə də hərbi uğursuzluqlara düçar olurdu. İnsanlar yorulmuşdular və o məqamda, o kontekstdə o zamanki deməli Çar hakimiyyəti devrildi. Və bugün indi o Kremlə yaxın politologlar o analogiyanı gətirirlər ki, Amerikanın məqsədi bu silahları verməklə Ukraynaya Avropa Birliyini səfərbər edib bizim qarşımıza çıxarmaqla Rusiya xalqını yorub nəhayət Putin rejiminə qalxmasına nail olmaqdır. Amma onu vicdanları məcbur edib dedizdirmir ki, yaxşı sənin nə işin var başqasının ərazisində? Bunu sənə Avropa, Amerika mı təhrik edir ki, get-gedən Ukrayna ərazisini tut? Yaxud olar sən indi oradan o müharibədən çıxsan, kim sənə nə deyəcək? Əksinə, Trump bir ildir sizinlə danışıq aparır ki, müharibəni dayandır, çıx. Amma siz deyirsiniz, yox, biz böyük hərbi qələbə qazanmalıyıq. Beləliklə, əziz həmvətənlər, Rusiya-Ukrayna savaşında həqiqətən də o oyun dəyişəcək məqamlar qarşıda görünür və onlardan birini də vurğulamaq istəyirəm mən. Zelenski elan elədi ki, Trumpla 90 milyard dollarlıq silah müqaviləsini müzakirə edirəm. Təsəvvür ediniz, 90 milyard dollarlıq ancaq Amerikan silahları, hansılar ki, Avropa istehsal edəmir. Avropanın istehsalı demək olar ki, bugün tamamilə Ukraynaya işləyir. Amma üstəlik ancaq ABŞ silahları 90 milyard dollardır. Və nəhayət bugün Trump ABŞ-ın demək olar ki, bütün generallarını yer kürəsinin hər yerindən toplayıb, dəniz piyadalarının qərargahında onlarla müşavirəsi var və çox təəssüf ki, mən bir daha o bilməyənlərin yadına salım ki, mənim internetim olmadığına görə mən hörmətli Qənimət bəyin suallarına cavabları gündüz vaxtı çəkib göndərirəm və ona görə də məndə hələ o məlumat yoxdur ki, Trump'ın generallarla müşavirəsi nə ilə başa çatacaq. Amma böyük bir ehtimalla ABŞ ordusu yeni savaşlara hazırlığını bəyan edəcək və ən azı hərbi sənaye kompleksi, hərbi silahların istehsalında dəfələrlə artım olacaq. Bu o demək deyil ki, ABŞ ciddi şəkildə müharibəyə hazırlaşır və girəcək. Amma onlar hamıdan yaxşı bilirlər ki, sülh istəyirsənsə müharibəyə hazır ol. Yəni, çünki bu tamaqaflar söhbəti, Flamingo hətta, deməli bu uzaq vuran raketlərin Ukraynada olması, Rusiyada başlayıblar təzədən bu nüvə silahı söhbətləri eləməyə. Başqa bir imkanları yoxdur axı. Yaxşı, bizsiz dünya nəyimizə lazımdır? Rusiya məğlub olursa elə biz keçərik o zaman nüvə müharibəsinə. Artıq son çarə kimi buna baxırlar. Ola bilsin ki, Rusiyanı əmin eləməkdən ötürü ki, biz hətta o varianta da hazırıq. Yəni ondan bizi şantaj eləmə. Ola bilsin bu məsələlər müzakirə olunacaq Trump'ın müşavirəsində. Digər bir məsələ əlbəttə ki, Çinin Sakit-Okean hövzəsində artan ambisiyası ilə bağlıdır və Çinlə ABŞ arasında artan gərginliklə bağlıdır. O da müzakirə mövzusudur ki, ola bilsin ki, artıq ABŞ, belə deyək, Rusiya-Ukrayna savaşının məsuliyyətini Avropanın üzərinə atmaqla özü bütün diqqətini Sakit-Okean hövzəsinə yönəltməyə çalışacaq. İstənilən halda, əziz həmvətənlər, bilin ki, biraz əvvəl vurguladım, son 30 ildə 30-a qədər avtoritar rejim məğlubiyyətə uğrayıb tarix səhnəsini tərk edib. Bu avtoritar rejimlərin, tək adam hakimiyyətlərinin heç bir perspektivi yoxdur. Putin də məğlub olacaq, onun ətrafındakı bütün avtoritar rejimlər də məğlub olacaq, İlham Əliyev də məğlub olacaq. Onları hakimiyyətdə saxlayan onların gücü yox, sizin xalqların səbridir.